Salam əziz izləyicilər. Bugün sizlərə Nusaybin cinləri haqqında məlumat verəcəm. Nusaybin təpəsi Suriya ilə sərhəddə yerləşir və çox qədim tarixə sahibdir. Hətta Suriyani və Asur sivilizasiyalarına qədər gedir. Bu qədimlik və fərqli dinlərin, mədəniyyətlərin qarşılaşması oradakı enerji axışını fərqli edir. Ən məşhur hadisə 2009-cu illərdə bir ailənin evində cin hadisələri baş verdiyi deyilir. Evdə əşyaların yer dəyişməsi, gecə qışqırıq səsləri, insanların özündən getməsi, divarlardan gələn qəribə səslər, bu cür hadisələr o qədər çoxalıb ki, ailə evdən qaçıb. Hadisə o qədər səs salıb ki, Türkiyə mediası da bu barədə reportajlar çəkib. Məsələn, ATV, Show TV kimi kanallarda yayımlanıb. Ailə cin çıxartdırmaq istəyib, iddialara görə ailə hoca çağırıb və o hoca da evin içində cin ailəsinin yaşadığını bildirib.